Salam hörmətli izləyicilər. Həftəlik gömrük xəbərləri ilə qarşınızdayıq. Dövlət Gömrük Komitəsinin sədri Gömrük Xidməti General-Leytenantı Şahin Bağırov Cəlilabad rayon Heydər Əliyev mərkəzində Cəlilabad, Masallı, Biləsuvar və Salyan rayonlarından olan vətəndaşları qəbul edib. Komitənin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda rayonların sakinlərinin müraciətləri dinlənilib. Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Biləsuvar gömrük postunda mövcud vəziyyətlə tanış olub. Gömrük nəzarətinin səmərəliliyinin artırılması, sərhəd keçmə və rəsmiləşdirmə proseslərinin asan və sürətli şəkildə həyata keçirilməsi, eləcə də nəqliyyat və yük axınlarının idarə edilməsi, xidmət səviyyəsinin yüksəldilməsi ilə bağlı tapşırıq və tövsiyələr verilib. Dövlət Gömrük Komitəsində İtaliya Respublikasının Gömrük və İnhisarçılıq Agentliyinin Beynəlxalq Əlaqələr Ofisinin rəhbəri Andrea Mazzellanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüş zamanı Azərbaycan və İtaliya gömrük orqanları arasında mövcud əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. Dövlət Gömrük Komitəsinin Akademiyasında süni intellekt əsaslı kiber təhlükəsizlik tətbiq laboratoriyasının açılışı olub. Qonaqlar Dövlət Gömrük Komitəsinin Akademiyasının inzibati binasında yeni istifadəyə verilən süni intellekt əsaslı kiber təhlükəsizlik tətbiq laboratoriyasının fəaliyyəti ilə yaxından tanış olublar. Gömrük əməkdaşları üçün mallara və nəqliyyat vasitələrinə gömrük təminatının düzgün qaydada vurulması, dəyişdirilməsi, çıxarılması və tamlığının yoxlanılması mövzusunda təlim keçirilib. Təlim çərçivəsində mallara gömrük təminatının vurulması qaydaları, gömrük baxışının keçirilməsinin və mümkün risklərin müəyyən edilməsinin metodları, davranış göstəriciləri mövzularında təqdimatlar nümayiş etdirilib, iştirakçıların sualları cavablandırılıb. Biləsuvar Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində fiziki görünüşcə kələm formasına salınaraq gömrük nəzarətindən gizlədilən qablaşdırmaları ilə birlikdə ümumi çəkisi 19 kiloqram 475 qram narkotik vasitə marixuana aşkar edilib. Hava nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən gömrük orqanına əvvəlcədən bəyan olunmayan ümumilikdə çəkisi 372,5 qram təşkil edən 44 ədəd pamp markalı qızıl külçələr aşkarlanıb. Həftəlik icmalımız bununla yekunlaşır. Diqqətiniz üçün təşəkkür edirik.